Trumpın gizli əməliyyatı fəlakətə necə çevrildi? Həqiqətlər üzə çıxdıqca vəziyyəti dərk etmək daha asanlaşır. İsfahan hadisəsi olduqca ciddi, lakin dünya ictimaiyyətindən ustalıqla gizlədilən bir məsələ idi. İndi isə gəlin bu sirli hadisənin pərdə arxasına nəzər salaq. Trump generallara qarşı münaqişənin başlanğıcı. Bir müddət əvvəl Trump generalları işdən qovmaqla gündəmə gəldi. Bəs bu qəfil qərarların əsl səbəbi nə idi? Trump İranın nüvə tədqiqat mərkəzlərinə qarşı çox riskli bir əməliyyat planlaşdırırdı. Generallar isə bu planı ağılsızlıq olaraq dəyərləndirib ona qarşı çıxırdılar. Lakin Trump inadkarlıq göstərdi, generalları qovdu və əməliyyatda israr etdi. Əsas sual isə bu idi: əməliyyat uğursuz olarsa, bunu ictimaiyyətə necə izah edərik? Belə bir miqyasda məğlubiyyət ABŞ üçün nəhəng biabırçılıq olardı. İran səmasında ilk zərbə, qırıcı vuruldu. Hadisələr gözlənilməz istiqamət aldı. İran səmasında ABŞ-yə məxsus bir qırıcı vuruldu. Pilotlar katapult edərək İran ərazisinə, Xuzistan ostanına düşdülər. Bu vəziyyət Trump üçün ideal bəhanə oldu. Pilotları xilas etmək lazımdır. Lakin işlər göründüyü qədər sadə değildi. Saxta xilas etmə, əsl hücum. İsfahanda tələ. Trump pilotların xilas edilməsi bəhanəsi ilə çoxdan planlaşdırdığı əməliyyata start verdi. Hədəf İsfahanın cənubunda yerləşən tərk edilmiş hava limanının yaxınlığındakı nüvə obyekti. Əməliyyat birbaşa Ağ Evdən idarə olunurdu. Lakin ictimaiyyəti bir sual narahat edirdi. Pilotlar Xuzistanda düşmüşdü. Bəs niyə xilas etmə əməliyyatı İsfahanda keçirilirdi? Bu iki bölgə arasında ən azı 200 kilometr məsafə var. Pilot 2 günə bu yolu piyada necə qət edə bilərdi? Üstəlik, pilotun ağır yaralı olduğu bildirilirdi. Yaralı bir insan bu məsafəni necə qət etmişdi? Və heç kim onu görməmişdimi? Bu suallar artıq bir həqiqəti üzə çıxarırdı. Bir şey baş vermişdi, amma gizlədilirdi. Nəhəng əməliyyat, 155 təyyarə, minlərlə komanda. Saxta xilas etmə əməliyyatına iştirak edən qüvvələrə nəzər salaq. 4 bombardımançı, 64 döyüş təyyarəsi, 48 yanacaq doldurma təyyarəsi, 13 xilas etmə və yardım təyyarəsi, PUAlar və digər hərbi vasitələr. Bu miqyas bir xilas etmə üçün dəfələrlə artıq idi. Əslində bu, desant əməliyyatı idi. Tələ işə düşür. İran qüvvələri hazır idi. ABŞ xüsusi qüvvələri İranın, ordunun, Fəracanın, Sepahın və yerli xalq qüvvələrinin hazır vəziyyətdə onları gözlədiyini bilmirdi. Birinci C-130 tərk edilmiş hava limanına indi. İran qüvvələri reaksiya vermədi. Bu, qəsdən edilirdi. Onlar tələ qururdular. Bu təyyarə eniş zamanı zolaqdan bir qədər kənara çıxdı. Bir neçə dəqiqə sonra ikinci C-130 yaxınlaşdı. İçində xüsusi avtomobillər və MH-6 Little Bird vertolyotları var idi. Məhz bu anda İran qüvvələri ikinci təyyarəni enişdən əvvəl hədəf aldı. Təyyarənin normal enişi təcili enişə çevrildi. Daha sonra 2 Black Hawk vertolyotu da hadisə yerinə gəldi. Artıq bütün hədəflər, təyyarələr, vertolyotlar və komandalar İran qüvvələri üçün asan nişangah idi. ABŞ komandaları pusquya düşdü. Xüsusi qüvvələr tələyə düşdüklərini anlayanda Ağ Evdən təcili əmr gəldi. Əsas hədəf deyil, komandaları xilas edin. Amerikalılar dərhal kiçik təyyarələr göndərərək komandalarını çətinliklə toplayıb bölgədən çıxara bildilər. Bu xilas etmə o qədər tələsik və çaxnaşmalı idi ki, bir çox əskər və zabit avadanlıqlarını və şəxsi sənədlərini döyüş meydanında qoyub qaçdı. Bunun ən bariz sübutu bölgədə qalmış Amerikalı zabitin şəxsiyyət sənədləri idi və bir də bunlar. Öz izlərini silmək üçün bombardıman.
Komandalar xilas edildikdən sonra ABŞ döyüş təyyarələri tərk edilmiş hava limanının 5 kilometr radiusunda atəş xətti yaratdı. Məqsəd İran qüvvələrinin əməliyyat bölgəsinə yaxınlaşmasının qarşısını almaq idi. Bundan əlavə, öz avadanlıqlarının İranın əlinə keçməməsi üçün ağır və geniş miqyaslı bombardıman həyata keçirildi. Bu uğursuz əməliyyatda Little Bird vertolyotları havaya qalxa bilmədi. Bəziləri yerdə, bəziləri isə 2-ci C-130 təyyarəsinin içində məhv edildi. Sonrakı senari: Trumpın çaxnaşmalı mətbuat konferansları. Bu ağır və utancverici məğlubiyyətdən sonra Trump tələsik şəkildə bir neçə mətbuat konfransı keçirərək məğlubiyyəti örtbasdır etməyə çalışdı. Onun istifadə etdiyi üsul sadə idi: hadisəni pilotun xilas edilməsi əməliyyatı kimi təqdim etmək. Hadisədən sonra Netanyahu hiyləgərlik edərək hətta Trumpı pilotun xilas edilməsinə görə təbrik də etdi. Onlar bu yolla ictimaiyyəti azdırmağa və əməliyyatı uğurlu göstərməyə çalışırdılar. Və nə gözləyirik? Çox keçməz ki, Hollywood bu hadisəni film kimi səhnələşdirəcək. Adı da hazırdır: Pilotun xilası. Əlbəttə ki, ABŞ əskərləri qəhrəman rolunda. Nəticə: görünənin arxasında nə var? İsfahan hadisəsi sadəcə bir pilotun xilas edilməsi hekayəsi deyildi. Bu, uğursuz bir desant əməliyyatı, dünya ictimaiyyətindən gizlədilən ağır bir məğlubiyyət və Trumpın siyasi oyunu idi.